Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Azərbaycan və Ermənistan nümayəndələri Zodda birgə tədqiqat işləri aparıblar. Ermənistan Azərbaycandan neft alacaq. Bakı və İrəvan tezliklə sülh sazişini imzalaya bilər. Xəzər dənizindəki təhlükəli vəziyyətlə bağlı xəbərdarlıq edildi. Separatçıların İrəvandakı yuvası dağıdılır. Şahramanyan və digərləri həbs olunacaq. Zod mədəninin sərhəd hissəsində Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən delimitasiya və demarkasiya ilə əlaqədar birgə sahə tədqiqat işləri aparılıb. Telegraf xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Miguel Grigoryanın ofisindən yerli kütləvi informasiya vasitələrinə bildirilib. Ofis qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycan və Ermənistanın sərhəd komissiyaları tərəfindən razılaşdırılmış əsasnamə ilə tənzimlənir. Miguel Grigoryan bundan əvvəl bəyan etmişdi ki, Trump yolu ilə əlaqədar olaraq delimitasiya və demarkasiya prosesi növbədənkənar qaydada Sünik vilayətində Qərbi Zəngəzurda həyata keçirilə bilər. Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Miguel Grigoryan təsdiqləyib ki, Azərbaycandan Ermənistandan neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda Qəbələdə Azərbaycanlı həmkarı Şahin Mustafayevlə müzakirə olunub. O, bu barədə Azatutyunun Bakı və İrəvanın Azərbaycandan yanacaq idxalı ilə bağlı razılığa gəlib-gəlməməsi ilə bağlı sualına cavab olaraq bildirib. Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var, Grigoryan vurğulayıb. Mənbə həmçinin Baş nazirin müavinindən hansı həcmdə yanacaq idxalının müzakirə edildiyi, hansı Ermənistan şirkətlərinin Azərbaycandan neft almaq niyyətində olduğu, Azərbaycanın Ermənistana neft və neft məhsullarını hansı qiymətə satmağa hazır olduğu və Rusiyadan idxal edilən yanacaqla rəqabətə davamlı olub-olmayacağını soruşub. Miguel Grigoryan bu suallara cavab olaraq deyib. Stat. Yanacaqla bağlı gələcək fəaliyyət istiqaməti artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsindədir və mümkün əməliyyatların şərtləri bazar əsaslı olacaq. Statın sonu. Ermənistan və Azərbaycan yanacağının idxalından başqa qarşılıqlı ticarətin hansı digər sahələrini müzakirə edir? Ermənistan rəsmisi bu suala konkret cavab verməyib. Sadəcə qeyd edib ki, digər məhsullarla bağlı müzakirələr hələ də davam edir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edir. Dövlət başçısı bu barədə Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad İl forumunda bildirib. Kasım-Jomart Tokayev qeyd edib ki, sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitliyi təmin edəcək. Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət kəsb edir. Region və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlığı üçün geniş perspektivlər açır, Qazaxıstan lideri vurğulayıb. Xəzər dənizinin dayazlaşması dönməz hala gələ və ciddi nəticələrə səbəb ola bilər. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib. Xəzər dənizində hazırki dayazlaşma tempində bu təhlükəli proses dönməz hala gələ və qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb ola bilər. Qazaxıstan ekosistemin dağılması və Xəzər dənizinin dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqramın hazırlanması təşəbbüsünü irəli sürüb. O, Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad forumunda çıxış edərkən qeyd edib. Kasım-Jomart Tokayev bütün beynəlxalq ictimaiyyəti Xəzər dənizinin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb. Stat. Fikrimcə, su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir. Mövcud beynəlxalq institutlar adətən məhdud səlahiyyətlər çərçivəsində dağınıq şəkildə fəaliyyət göstərirlər ki, bu da artan su problemlərinin miqyasına uyğun deyil. Statın sonu. 2025-ci ilin sonuna dək ləğv edilmiş separatçı rejimin İrəvandakı ofisi bağlana bilər. Bu barədə Jogovrt qəzeti Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb. Nəşr xatırladıb ki, Ermənistan İstintaq Komitəsi dünən separatçıların ofisində saatlarla davam edən axtarışlar aparıb. Axtarışlardan sonra separatçıların özləri də Nikol Paşinyan hökumətinin binanı müsadirə edərək bağlayacağını istisna etmir. Stat.
Bu ilin sonu gələn ilin əvvəlinə qədər olacaq. Bunu yalnız onlar bilirlər, mənbə qeyd edib. Nəşr yazıb ki, separatçı ünsürləri başqa xoşagəlməz sürprizlər gözləyir. Keçmiş qondarma rejimin liderlərinin həbsi də gözləntilər arasındadır. İlk hədəf isə ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyandır. Artıq o, terror işi ilə əlaqədar cinayət işinə cəlb olunub. Samvel Şahramanyan arxiyepiskop Baqrat Qalstanyanın işi üzrə bir neçə dəfə Ermənistan İstintaq Komitəsində dindirilib. Ermənistan İstintaq Komitəsi Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın liderləri və iştirakçılarına qarşı Cinayət Məcəlləsinin 43-308-ci terror aktlarına hazırlıq və 43-419-cu maddələri hakimiyyəti qəsb etməyə hazırlaşma üzrə cinayət işi açıb. Qalstanyan bu ithamlar üzrə həbs edilib.